Axşamınız xeyir əziz abituriyentlər. Həm bu ilin məzunlarına, həm də köhnə məzunlara bir belə deyim tanıtım videosu kimi və sizlərə dünya görüşü üçün bu videonu çəkməyə özümə borc bildim. Bəzi şagirdlərin arasında olan məsələlər və məzunların fikirləri, bütün bunların hamısını dinləyərək ortaq bir video çəkmək qərarına gəldim ki, hər kəsə bir tövsiyə xarakterli video olsun. Abituriyentlər əsasən fikirləşir ki, köhnə ilin məzunları, mənim balım 2 il qüvvədədir və mən imtahanda iştirak etməyim. Ancaq belə bir şey deyim, müəyyən qaydada cavablarda deyirlər ki, ballar 2 il qüvvədə qalır. Amma əsas arqument yoxdur ortada. Arqument nədir? Ola bilər, ballar 2 il qüvvədə qala bilər, ancaq şərtlər var. Bu illəri imtahanda iştirak edib, balları qüvvədə saxlamaq sənin məcburiyyətindir. Baxın, ola bilər, keçən il balın yaxşı ola bilər, kifayət qədər əla balları olanlar var, ancaq blokda uğursuzluq yaşayanlar olub da, yəni zəif nəticə göstəriblər, həyəcan keçiriblər, müəyyən proseslərdə problemlərlə rastlaşıblar və bütün bunlardan nəticə etibarilə istədiyi nəticəni əldə etməyiblər. Ancaq bu illəri onlara tövsiyəm nədir? Tək imtahanda qeydiyyatdan keçmək yox, baldan istifadə etmək istəyirsinizsə, imtahanda da iştirak edin. Baxın, ola bilər, gedib imtahanda 1 bal yığa bilərsən, ancaq sənin balın 2 il qüvvədədirsə, həmin bal aktiv olacaq zaten. Sənə tövsiyəm bunu aktiv eləmək üçün ən əsası imtahanda iştirak eləmək və imtahan nəticəsindən asılı olmayaraq buraxılış balını yenə keçən ilki balı seçməklə davam edə bilərsən. Bu illərin buraxılışda əsas məsələmiz nədən ibarətdir? İmtahanın çətinlik səviyyəsi ən çox şagirdləri bu maraqlandırır və mən sizə belə bir şey deyim. Misal, əgər bugün Azərbaycan dilindən 30 sual veriləcəksə, bu suallardan 8-i asan, yəni 6-8 arası asanda olur həmişə. Yəni qaydalar bu sistemdə davam edir və bundan əlavə orta səviyyəli suallar 10-12 aralığında gedir. Yəni 10 sual və ya 12 sual aralığında gedir və buna diqqət eləmək lazımdır. Yekunda isə belə deyim bölünmə zonalarına gedirlər və buraxılışda göstəricilər çətinlik səviyyəsi artıq artıma doğru davam eləyir və sizlərin nəticəniz bütün bunlara əsaslanır. Qrammatika çox suallar artıq əvvəlki qaydada qrammatik suallara çox meyillilik yaradılmır. Cümlənin təhlilləri, sözlərin mənaları, belə deyək də, qrammatik məna növlərindən kənar olaraq asan suallar sırf qrammatika ətrafında deyil, cümlə təhlili üzərində də aparıla bilər. Sadəcə diqqətli olmalı olduğunuz mövzular mütləq şəkildə keçilən bəhslərdən ortaq nəticələr çıxartmaqdır. Və sizlərə bir sirri açıqlayayım. Bütün sınaqlara getmişsinizsə, hər bir sınağın variantlarının hər birini işləyin. Çünki ümumi sınaqlardan ən minimum, sizə deyirəm, minimum buraxılışda 10 və ya 15 sual arası təkrar olunur. Yəni, o eyni suallar düşməsə belə, bax belə deyim də, o çərçivədə, yəni o sual ətrafında eyniliyi dəyişib, cavabları, variantları dəyişə bilərlər. Ancaq həmin suallar yenidən sizin qarşınıza çıxa bilər. Bütün bunlara diqqət etmək lazımdır və bu vacib amillərdən biridir. Sizlər üçün bunu deyirəm ki, yəni sonradan hər hansısa bir çətinliyə düşməyəsiniz. Bundan əlavə olaraq sizə bildirmək istədiyim məsələ, məsəl üçün riyaziyyatdan çalışın, fikir verin, əsas 9 illik baza səviyyəsində. Buraxılışda əsasən 9 illik baza səviyyəsində götürürlər. Buraxılışda belə deyim, 6 və ya 7 sual 10-11-ci siniflərdən düşür. Diqqətli olun. Baxın, sizə bu ipucularını verirəm ki, imtahanda uğur qazana biləsiniz. İngilis dilində də qrammatika deyil, tərcümə əsasdır. Mən həmişə sizlərə bunu deyirdim. Tərcüməni yaxşı bilən ingilis dilini super yazacaq. Qrammatikanı yaxşı bilən isə ancaq qrammatikadan 10 və ya 12 dənə yaza biləcək. Ona görə tərcüməni bilmək həm qrammatika üçün, həm də suallar üçün daha əhəmiyyətlidir. Sizlər üçün bunları səsləndirirəm ki, imtahanda nəticələriniz əla olsun. Baxın, Azərbaycan dili, riyaziyyat, ingilis dili. Hər bir şagirdin sualı budur ki, birinci hansından başlamalıyam? Birinci ən yaxşı bildiyindən. Və sizə bir sirri açıqlayayım ki,
Bəzən olur, müəllimlər deyir ki, misal hər imtahanda səhifəni açdıqca, məsələn, riyaziyyat bölməsini açdınsa, tez-tez bildiklərini işlə, Azərbaycan dilini açdınsa, tez-tez bildiklərini işlə və ya ingilis dilini açdınsa, tez-tez bildiklərini işlə, sonra qayıda o biri suallara belə etməyin. Bu sizin ziyanınızadır. Baxın, mən sizə bir müəllim kimi sizə bir qısa analiz videosu eləmək üçün çalışdım və bu momenti sizlə paylaşmaq istəyirəm. Bu əsas məsələdir. Baxın, məsəl üçün, siz misal üçün riyaziyyatı mükəmməl bilirsən və ya Azərbaycan dilini mükəmməl bilirsən və ya ingilis dilini. Açdın ingilis dilini. Bütün 20, məsələn, 30 sual deyilmi? 30'una da bax. Yəni, nəzərə bax. Hansını bilirsənsə yaz, keç, yaz, keç. Bitdi bu, qayıtma. Keç növbəti bəhsə. Məsələn, Azərbaycan dilinə. Artıq beyin ingilis dilindən çıxıb fasiləyə getir və Azərbaycan dilinə gəlir. Azərbaycan dilində də bildiklərini yazdın, bitirdin. Yenə axıra qədər get. Neçəsini yaza bilmisənsə yaz. Sonra çevir. Gəldik, məsələn, riyaziyyətə. Yenə nəzəri biliklə bildiklərini yazırsan və bitirdin. Bitdi. Baxırsan ki, sonra baxırsan ki, bildiklərim məsəl üçün də bir 30 dənə yazmışam, ümumi. Hərəsindən misal üçün 10 dənə, 8 dənə, 12 dənə belə yazmışam, 30 dənəm hazırdır. Və başlayırsan artıq biraz çətinləşmiş forması. O dediyi nəzəri biliklə bilmədiyinizi artıq hesablamaq, düşünmək, fasiləyə getmək və orada məqamlara fikir vermək. Bu orta səviyyəli sualları da işlədikdən sonra ən sonda ən çətinlərə yaxınlaşır.